Bir dəfə Həzrəti Musa Allahın qarşısında Allahdan sorar: İlahi, Allahın ədaləti harda? Allah Musaya deyər: sənə bir yer deyəcəm. Gedib orada ilahi varlığın nə olduğunu görərsən. Get bir quyu başına, orada olan hadisələri axşama kimi izlə. Həzrəti Musa bir quyu başına gəlib, orada özü üçün gizlin bir yer seçir və quyu başına gələnləri izləməyə başlar. Bu vaxtı quyu başına çox bir zəngin adam gəlir. Quyuda su içir, yuyunur və bir kasa altını orada salır. Bundan xəbəri olmadan çıxıb gedir. Bundan sonra quyu başına gələn ağır kasıb bir uşaq gəlib quyudan su içir, əl üzünü yuyur. Birdən bir kasa altını görür və bu altını götürüb sevinə-sevinə gedir. Bundan sonra quyu başına bir kör kişi gəlir. Kör kişi də gəlib quyunun suyundan istifadə edir. Əl üzünü yuyur, sərinlənir, suyundan içir. Bu zaman həmin varlı zəngin kişi qızılını saldığından xəbər tutur və geriyə quyu başına gəlir. Bu qoca kör kişini quyu başında görür. Qoca kör kişiyə deyir ki, mən az öncə burada bir kasa altınımı salmışam. İndi zəhmət olmasa ver mənim altınlarım. Qoca kör kişi nə qədər andaman edir, mən burada heç nə tapmamışam. Altın filan görməmişəm. Zəngin adam ona inanmayıb, həmin qoca kişini qətlə yetirir. Bunu görən Musa Peyğəmbər bu ədalətsizliyin niyə belə olduğunu düşünür və Allahın yanına gəlib ondan sorur: ey gözəl Allah, niyə belə oldu? Altını salan zəngin adamın qızılını uşaq götürüb apardı. Amma bunun ucbatından qoca öz canından oldu. Axı bu ədalətsizlikdir. Allah deyər: heç bir şey ədalətsiz yerə baş vermir. Onu bil ki, həmin o zəngin adam o kasıb kişini, atasını işlədib, onun pulunu verməmək üçün onun atasını öldürmüşdü. Ona göre
o atasının çatacaq qızıllar onun övladına qismət oldu. O kör kişi isə həmin o zəngin adamın atasını öldürmüşdü. Həmin zəngin adam da o kör kişini öldürdü. Bax, Allahın ədaləti budur. Heç bir hadisə haqsız yerə baş vermir. Ona görə nə baş verirsə, ən gözəlini Allah bilər. Sağ olun.